Salam dostlar, necəsiz? Bu gün mən sizlərlə bir yerdə 2026-cı ildə partladacağım mısır paketləri göstərəcəm. Nəsə göstərək. Birinci bunlardan başlayırıq. Bunlar yəni hər kəsə hər il olub da demək olar. Bundan 2 paska var məndə. Yeni ilə qədər bundan bir 2 paska da almağı fikirləşirəm. Bunlar da belə qoyaq. Daha sonra bir adet eksplosiv almışam. Ne gedir? P20 gedir. Böyle fitilizat. Şeyden koyaq bura. Daha sonra dostlar bir tane de TP2000 var. Çok güclü partlayır. Həqiqətən çox qəşəng partlayır bu. Bunu da belə qoyaq. Daha sonra ne var burada? Sonra Mamba 2 var. Bu da çok qəşəngdir. Onu səhv etmirəmsə təzə çıxan biri var. Qırmızı rəngdədir. O deyirlər bundan daha çox güclüdür. Bir də bundan əlavə Titan'da aldım. O da çox qəşəngdir. Belə qoyaq bura. Daha sonra bir ədəd də Crazy Robots. Böyle biraz kiçikdi bu. Keçən məndə bir olmuşdu, o da bu boyda falan idi, böyük idi. Belə. Bunlar hələ ki bir qismidir, mən daha çox alacağım yeni ilə qədər. Əsasda bunlardan yeni ilə qədər 3-4 paska almaq fikrim var. Və son olaraq ən böyük belə şir üstündə qara şir yazır üstündə Black Tiger. Bir şiri nedir bu? Yazmıyorlar. Bu da böyle fitili falan var. Bu da böyle koyaq. Sır belədir. Obşi bunlara bir 16-17 paşda 20 manata yaxın xərcim çıxıbdı. Qəşəngdir. Dostlar bir də ki kanala abunə olmağı unutmayın. Yenidən zırh paket aldıqda yenə video çəkəcəm. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.